Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Dəyərli izləyicilər, hər birinizi zülmətdən nura verilişindən salamlayıram. Sizlərə xoş ovqat arzu edirəm. Dəyərli Peyğəmbərimizdən gözəl bir hədis var ki, buyurur: Məndən sonra İslam ümməti 73 firqəyə ayrılacaq və yalnız onlardan biri nicat tapacaq. Əzizlər, diqqət edək. Bu günləri həqiqətən hansı məzhəb düzdür? Hər məzhəbi kör-körünə qəbul etməyək, bu barədə düşünək, araşdıraq və təhlil edək. Bəli, keçən verilişimizdə icma barəsində danışırdıq. Bu günlərdə o verilişi davam etdiririk. Studiyamızın qonağı Höccətül İslam Elvin Əzimovdur. Salam əleykum ustad, xoş gəlmisiniz. Və aleykumussalam və rəhmətullah. Etibar müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Əziz izləyicilər də salamlayırıq. Allah təbarək və təala əziz izləyicilərimizi öz pənahında, nəzərində saxlasın. İnşallah xidmətinizdə varıq. Təşəkkür edirik ustad. Bəli ustad, buyurun, söz sizdədir. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhəm. Bizim bəhsimiz icma barəsində idi və dedik İbn Teymiyyə icmanı sübut eləmək üçün 4 dənə əsas dəlilə istinad edir və sonuncu dəlil Əbu Bəkirin xəlifə seçilməsi idi. Orada bir hədis gördük və hədisin üzərində qaldıq. Həmən müsibət hədisi deyərlər, rəziyyə hadisəsi və İbn Teymiyyənin bəzi iddiaları var idi və Ömərin müdafiəsi məsələsini önə çəkdik. İnşallah bu günləri əsas o mövzuya yenidən qayıdacaq. Lakin ora qayıtmazdan öncə bir dənə məsələ var. Onu oxuyaq, inşallah keçək növbəti bəhsimizə, yəni bəhsimizin daha doğrusu davamına. Bu kitab ki görürsünüz, İbn Əbil Hədidin şərhidir Nəhcül Bəlağəyə 12-ci cild. İbn Əbil Hədid Mu'təzilə etiqadındadır və demək olar ki, təəssübkeşlərdən biridir. Və ona görə məsələn kitabının əvvəlində buyurur ki, həmd olsun Allaha ki, fazil qala-qala, əfzəl qala-qala, yəni Əli qala-qala Məfzulu seçdi. Yəni Əlinin üstünlüyünü qəbul edir, amma deyir ki, xəlifə olmalı idi Əbu Bəkir. Allah seçib bunu ki, işarə edəcəyik. Bu hədis gətirir burada bir dənə İbn Abbasdan. Deyir ki, İbn Abbas deyir ki, mən Ömərdən Şama getdim döyüşlərin birində, Ömər ki çıxmışdı. Fənfərədə Ömər tək başladı dəvənin üzərində hərəkət eləmə, mən də düşdüm onun ardınca və İbn Abbas deyir ki, mənə dedi ki, İbn Abbas, mən sənə əmin oğlundan şikayət edirəm, yəni Əlidən. Niyə? Çünki mən ondan istədim ki, mənimlə gəlsin, amma gəlmədi və görürəm ki, hələ də onun qəlbində qalıb, yəni mənə qarşı kinlidir. Niyə? Çünki elə düşünür ki, xilafəti onun əlindən aldıq biz. Mən də dedim ki, bəli, o cür düşünür. Deyir ki, və düşünür ki, Həzrət Peyğəmbər onu iradə eləmişdi, onu istəyirdi seçsin. Fəqalə ya İbn Abbas, dedi, ey İbn Abbas, bu sözü önəmlidir. Və əradəllahu qeyrə, Allah isə başqasını iradə elədi. Yəni, Həzrət Peyğəmbər birini istəyirdi, amma Allah başqasını iradə elədi. Maraqlıdır. Fənəfəzə muradullah Teala və ləm yənfuz muradu Rasulullah. Kimin muradı hasıl oldu? Allahın muradı hasıl oldu. Peyğəmbərin muradı hasil olmadı. Bunlar bir-birindən fərqli ziddiyyətli şeydir. Və ma yantiqu anil hava, bəs bunlar hara getdi? Digər hədisdə də elə bu məzmundadır. Gəlib deyir ki, xatırlatdılar o xəstələnən zaman Həzrət Peyğəmbəri qoymadın yazmağa. Niyə qoymadın? Deyir ki, xavfən minəl fitnə, fitnədən qorxurdum. Və indişarı əmil İslam fəalimə Rasulullah manfi nəfsi. Bildi ki, mənim qəlbimdə nə var? Ona görə yazmadı. Yəni, Həzrət Peyğəmbər bilmirdi fitnə yaranacaq. Yəni, Əlini seçəcəkdilər ona görə. Hər halda bu, onların öz alimlərinin etirafıdır. Baxmayaraq ki, siz bunu qəbul etmirsiniz, amma alimləriniz qəbul edir. İbn Teymiyyə gəlir ki, indi icmaya. İbn Teymiyyə iddia edir ki, Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin edib. Düz. İndi gəlin birlikdə bir dənə hədis oxuyan, görən hələ İbn Teymiyyə doğru deyir, yoxsa bu hədisi nəql eləyən bu şəxs. Hədisi mən uzun versiyasını oxuyuram. Bu şəxs, yəni Ömərin oğlu deyir ki, gəldim mən bacımın yanına, Həfsənin yanına və dedim ki, eşitmişəm atan xəlifə təyin eləməyəcək.
özündən sonra. Yəni Ömər artıq son anları idi. Və dedi ki, bəli, özüm gəldim Ömərin yanına, dedim ki, bir nəfər şəxs əgər bir çoban təsəvvür edir ki, qoyunları tapşırıbsan çobana və çoban qoyunları başsız qoyarsa və gələrsə sənin yanına, nə edərsən? Narahat olarsan? Təsəvvür edirsən. Amma Həzrət Peyğəmbər yəni bu qədər də deyilmiş. Hər halda. Bu sözü önəmli deyil. Burası önəmli deyil. Deyir ki, bu indi deyəcəm harda nəql olunub və inni Ömərin sözüdür. La əstəxlif, əgər xəlifə təyin etməsəm, fə innə Rasulullah ləm yəstəxlif. Çünki Peyğəmbərə tabi olmuşam. Peyğəmbər də xəlifə təyin eləməmişdi. Əgər xəlifə təyin eləsəm və in əstəxlif fə innə Əbu Bəkr qəd əstəxləfə. Xəlifə təyin eləsəm, Əbu Bəkr də. Mən bilmirəm ki, hansını yerinə yetireyim. O şəxs dedi ki, mən bildim ki, artıq Peyğəmbərin sözü. Bu harda gəlib? Səhih Müslimdə. Səhih Müslimdə, həmçinin Buxaridə bunu nəql edib, yəni. Xülasət hükmül mühəddəs səhihdir. Məlumda Səhih Müslimdə gəlib səhihdir. Və digər yerdə də belə bu hədisdə gəlib, isnadı səhihdir. Əl-Bəzzarda bu hədisdə gəlib, Buxaridə bu hədisi gətirib. İn ətraktukum, əgər mən sizi öz başına buraxsam, fəqət tərəkakum mən huvə xeyrun minni. Artıq sizi tərk eləmişəm, o şəxs kim ki, məndən xeyirli idi. Yəni, Rasulullah sallallahu aleyhi ve sellem. Ənə Rasulullah ləm yəstəxlif. Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin etməyib. Əgər amma xəlifə təyin eləsəm, Əbu Bəkir kimi yerinə yetirmişəm. Sual. Bütün vəhabiləri bu sualı verir. İndi İbn Teymiyyə doğru danışır, Muhammed ibn Abdülvahhab doğru danışır, yoxsa Ömər doğru danışır? Ömər gəlib deyir ki, Həzrət Peyğəmbər özündən sonra xəlifə təyin etməmişdi. Səhih kitablarında. Səhih kitablarında qəbul edirsiniz. Amma İbn Teymiyyə deyir ki, özündən sonra xəlifə təyin etmişdi. Bu birinci məsələ. Gələk ikinci məsələ Ömərin bu sözünə. Bəli. Ömərdən soruşuruq ki, ey Ömər, cənab Ömər, siz Əbu Bəkiri necə seçdiniz? Xəlifə Peyğəmbərin göstərişi ilə ki, deyildi. Deyir ki, Əbu Bəkirin seçilməsi fəltə idi. Fəltə. Deyir ki, İnnə beyətə Əbu Bəkir, indi deyəcəm, harada gəlib bu, mənbəsində deyəcəm. İnnə beyətə Əbu Bəkir, Əbi Bəkir, kanət fəltətən. Fəltə idi. Əla və innəhə kanət fəbəl fəltə idi. Amma ənnəlləhə vəqa şərrəhə. Onun şərrindən bizi qorudu. Şərrindən bizi qorudu. Çox gözəl. Fəltənin mənası nədir? Yəni, Əbu Bəkir seçildi, iddialar ki, icma idi. Bəli. Amma gələk fəltənin mənasına baxaq. Kimə müraciət edirik? İbn Əsirə. Bilirsiniz də İbn Əsir lüğət sahəsində mütəxəssisdir. Ən-Nihayə fi Qəribil Hədis vəl Əsər kitabı var. Orada gəlib bizə fəltəni məna edir. Deyir ki, vəl fəltətu kullu şeyin fu'ilə, hər hansı bir iş ki, fu'ilə yerinə yetirilə min qayri rəviyyətin, düşüncəsiz. Yəni, Əbu Bəkirin seçilməsi düşüncəsiz idi. Düşüncədən seçilmədi Əbu Bəkir. Ömər bunu deyir. Bunu Ömər deyir. Budur əgər təsəvvür ki, Həzrət Peyğəmbərin xəlifə olması, xəlifət təyin etmişdisə, bəs hanı? Və əgər icma var idisə, bunun mənası nə idi? Və Allah Teala deyir ki, onun şərrindən bizi qorudu. Maraqlıdır ya, onun şərrindən bizi qorudu. Çox gözəl. Digər sualımız var. Suallar da veririk. Əgər deyirsinizsə, Əbu Bəkiri Həzrət Peyğəmbər xəlifə təyin eləmişdisə, bəs nə üçün Əbu Bəkir hətta həm səqifədə, həm də dünyasını dəyişəndə deyirdi ki, kaş mən yox, başqası xəlifə olaydı. Əbu Bəkir. Əbu Bəkir. Niyə deyirdi? Baxın, əgər Həzrət Peyğəmbər demişdi ki, ona göstəriş vermişdi, sənsən xəlifə, əgər başqasının öhdəsinə qoysaydı, Həzrət Peyğəmbərə xəyanət eləmişdi, yoxsa yox? Amma niyə başqasının öhdəsinə qoymaq istəyirdi? Ya yalandan bu işi görürdü, ya da ciddi idi. Əgər ciddi idisə, niyə Həzrət Peyğəmbərin kəlamına xilaf çıxırdı? Gəlin birlikdə bu məsələni oxuyaq. Elə həmən yerdədir bu hədis, gəlib Buxaridədir. Deməli, 6442-ci hədis, həmən bu məşhur hədis ki, oxuduq bayaq. Orada gəlib deyir, bu məsələyə toxunur ki, danışdıq, elədik, Ömərdir, səqifəni bizə danışır ki, səqifədə nələr baş verdi. Deyir ki, sonra fətəkəlləmə Əbu Bəkir danışmağa başladı, fəqal dedi filan.
Və qad rəzitu lakum. Əbu Bəkirin sözüdür. Mən razıyam sizə. Əhədə hazayni rəculun. Bu iki kişidən birini seçin. Fəbayu əyyuhuma şu. Hansını siz beyyət edin. Fəəxəzə biyədi. Mənim əlimi tutdu və biyədi Əbi Ubeydə ibn Əl-Cərrah. Bu ikinə. Yəni bunların birinə beyyət edin. Əgər Əbu Bəkir xəlifə idisə peyğəmbər demişdi, bax məndən sonra sən sana niyə xəlifəni başqasına tapşırırdın? Məlumdur ki, bunlar hamısı yalandır. Digər bir məsələ ki, bu da maraqlıdır. Bu oxuyacağıq bunu və həqiqətən bunun üzərində düşünmək lazımdır. Bir kitab var, Ziyauddin Əl-Müqəddəsi, sevilən alimlərdəndir Əhl-i-Sünnə dünyasında Əl-Hadisul Muxtarə, seçilmiş hədislər. 1-ci cild səhifə 88, hədisin rəqəmi də 12. Əbu Bəkir dünyasını dəyişəndə Vəhabilər bu hədisi qəbul etmirlər. Niyə? Çünki burada o qədər etiraflar var. Məcburlar deyirlər hədis səhih deyil, amma deyəcək ki, Əl-Müqəddəsi deyir ki, bu hədis həsəndir. Həsən hədis o hədisə deyirlər ki, yəni onu hüccət kimi gətirə bilərsən. Qəbul olunur yəni. Deyir ki, Əbu Bəkir dünyasını dəyişirdi. Dedi ki, kaş 3 dənə şey var idi, onu etməyəydim. Və kaş 3 dənə sualı soruşaydım Həzrət Peyğəmbərdən. 3 dənə sualı soruşaydım. Əgər ömrüm olsaydı, Həzrət Peyğəmbər olsaydı, 3 dənə iş görərdim. Yəni 3 dənə sual soruşardım Həzrət Peyğəmbərdən və 3 dənə işi görməzdim kaş. Deyir ki, keyfə əsbəh, deyir ki, fəqultu əsbəh bihamdillah filan, əmma inni ələ ma tərə filan. Orada gəlib deyir ki, əmma inni lə as əla şeyin. 3 şeyə görə təəssüf edirəm ki, niyə onu yerinə yetdin? Və 3 dənə şeyə görə təəssüf edirəm ki, niyə mən onu Peyğəmbərdən soruşmadım. Çox gözəl. Nədir o 3 dənə şey ki, təəssüf edirsən ki, etməyəydin? Birincisi, maraqlıdır bu, əlbəttə biraz haşiyə çıxacaq. Fəvədittu ənni ləm əkun kəşəftu beytə Fatimətə. Kaş Fatimənin qapısını açmayaydım. Hücum eləməyəydik. Deyəcək ki, necə hücum olundu. Və ən uğliqə ələyyəl hərb ki, hərb ki olaydı, üzümə bağlanaydı, mən Fatimənin qapısına getməyəydim. Və ey kaş vədittu ənni yevmə səqifətə bəni Saidə kuntu qəzəftul əmrə fi unuqi əhədir rəculin. Kaş Səqifədə, bəni Səqifə günü mən bu işi, xilafəti başqasının boynuna qoydum. O 2 nəfərdən birinin, ya Əbu Ubeydənin, ya Ömərin. Əgər bu xəlifə idisə, Həzrət Peyğəmbərin xəlifəsidirsə ki, bunu Həzrət Peyğəmbərdən yaxşı nə sual edərdiniz? Həzrət Fatimə Zəhra məsələsidir ya. Biz üzərindən keçirik, yenə də toxunacağıq indi. Amma o 3 dənə iş ki, kaş Həzrət Peyğəmbərdən soruşaydım, biri budur. Ki, vədəttu ənni kuntu səəltu fi mən hazəl əmr. Bu xilafət kimə məxsusdur? Kaş ondan soruşaydım. Çox gözəl. Görəsən bu hədis doğrudur, deyir və hada hədisun həsənun. Bu hədis həsəndir. Qəbul edir. Bunu götürsək, məlum olur ki, qəbul eləsək, məlum olur ki, Əbu Bəkir də bilmirdi kimdir xəlifə. Bu belə. Digər məsələ ilə gələk ki, elə maraqlıdır, bəsdir bu da. Deməli, bəziləri gəlib deyirlər ki, bu şəxs, yəni Əbu Bəkir üstün idi və ona görə də onu seçdilər. Dəfələrlə təkrarlayır da İbn Teymiyyə. O şeyə qayıdacağıq, yəni o qapı məsələsinə qayıdacağıq, yəni. İbn Teymiyyə təkrar edir ki, üstün idi. Amma gələk özündən soruşaq. Cənab Əbu Bəkir, siz sahabələr içində ən üstünüsünüz? Deyir ki, xeyr. Baxın, o hədisi deyəcəm, isnaduhu səhihdir. İbn Malik, İbn Kəsir nəql edib bunu, Ənəs İbn Malik, həm də İbn Kəsir səhihdir. Əyyuhən nas, ey insanlar, fə inni qad vullitu aleykum, sizin xəlifəniz oldum, yəni seçildim sizin üçün. Amma vələstu bi xeyrikum, mən sizin yaxşınız deyiləm. Fə in əhsəntu, əgər yaxşılıq etsəm, mənə fəinin, mən ki, əgər pislik etsəm, pis iş görsəm, gelində mən qarşıma alım, mənim anəsilik törədim, mənim gelin. Burada gəlib deyir ki, niyə bu sözü dedi? Bu tədqiqatçı da bu hədisə şərh yazan. Deyir ki, və hada min təvazuihi və husni əxlaqihi. Çünki təvazükarlıq eləyirdi. Çox gözəl. İndi gələk görək təvazükarlıq eləyirdi, yoxsa yox. Kimdir bu İbn Həzm? İbn Həzmin bir dənə kitabı var, Əl-Fəslu fil Milal vəl-Əhva kitabı. 4-cü səhifə 106. Deyir ki, bəziləri gəlib deyirlər ki, Əbu Bəkir bunu təvazükarlıq özündən deyirdi.
Deyir, xeyr, bu yanlışdır. Baxın, fə in qalə qailun. Əgər bir nəfər gəlib desə ki, Əbu Bəkir bunu dedi, haza tavazuan. Bu tavazukarlıq üzrə dedi. Qulna ləh haza huvel batilul mutayaqqan. Batildir bu. 100%. Niyə? Baxın, maraqlı bir söz deyir. Li'annas siddiqəllazi sammahu Rasulullah sallallahu aleyhi və səlləm bihazal ism la yazuzu en yaksube. Bu siddiqdir. Siddiq yəni həmişə doğru danışır. Yalandan danışacaq. Sahabələriniz və sahabələr də heç birisi də şey eləmədilər. İnkar eləmədilər. Demədilər ki, xeyr, sən şeysə üstünsən. Buradan məlumdur ki, doğru deyilmiş. Lakin bəli, İbn Həzm demir sahabələrdən üstün idi. Sahabələrdən kimsə ondan üstün idi. Deyir, Həzrəti Peyğəmbərin xanımları ondan üstün idi. İşimiz yoxdur. Ən azı bizə bu qədər lazım idi ki, Əbu Bəkirin bu sözü təvazökarlıq üzündən deyildi. Maraqlı ustad, məsələn, bir şəxs ki, müsəlmanlara rəhbərlik edəcək, amma deyir ki, mən səhv eləsəm siz mənə... Bəli, özdə ki, deyirlər ki, Həzrət Peyğəmbər özü təyin eləyib onu filan və sözü də bizim üçün hüccətdir filan. Çox gözəl. İndi isə gələk bir məsələyə. Əsas məsələdir ki, bununla bəhsimizdə yekunlaşır. Görəsən, həqiqətən Əbu Bəkir, bu nəsli danışdıq da, yəni bir də hədisimiz yoxdur ki, gəlib deyir ki, Əbu Bəkir xəlifədir. Yalandandır. Çünki Əbu Bəkir özü etiraf edir ki, mən xəbərim yox idi. Kimdir? Bunu qoyduq kənara. Amma icma iddiası ki, Əbu Bəkirin xəlifəliyinə icma var. Yəni icma var. Sahabələr, tabinlər seçdilər Əbu Bəkiri. Sahabələr olur da təbii ki. Əbu Bəkiri seçdilər. İstir mühacir olsun, istir ənsar olsun. Gəlin birlikdə bu məsələyə baxaq. Baxın, biz nümunələr gətirəcəyik ki, burada Həzrət Əli əleyhissalam və bir qrup insanlar beyət etmədilər. Əbu Bəkirə beyət etmədilər. Və hətta nümunələr gətirəcəyik ki, bəziləri deyir ki, Ənsar İmam Əliyə beyət etmək istirdi. Nə qədər? İbn Teymiyyə özü də deyir. Çünki mətləb çoxdur, mövzu çoxdur. Yəni tez-tez oxuyaq bu hissəni. Buxaridə gəlir deyir ki, Əbu Bəkir xəlifə oldu və İmam Əli əleyhissalam neynədi? Qəbul eləmədi xəlifəliyini. Və Əbu Bəkir göndərdi, bilirsiniz də, Öməri göndərdi və 6 ay yaşadı bu cür xanım Zəhra salamlağı məsələsi də, bilirsiniz də, getdi ki, istədi, vermədi. 6 ay yaşadı. Fələmma tufiyyət və bu müddət ərzinə qədər, bu hissəsi mənə lazımdır, əsas hissəsi. Deyir ki, və kənəl aliyyə minən-nas vəchun və eləmədi. Fəltəməsə müsalahətə. Elə ki, xanım Fatimə Zəhra dünyasını dəyişdi 6 aydan sonra Həzrət Əli başladı yalvarmağa ki, Əbu Bəkirə beyət eləsin. Diqqət eləsiniz. Və ləm yəkun yubayi'u tilkələ. Bu 6 ay müddətində beyət eləmədi. Yəni siz ki, deyirsiniz, icma var. İcma var da. Necə var icma var ki, Əli eləməyib? Bir dənə bir kəlamı var İbn Həzmin, deməli Əl-Muhalla kitabında. Deyir ki, o icmada ki, Əli yoxdur, lənət olsun o icmaya. Maraqlıdır. Və lənətullahi alə kulli icma'in. Lənət olsun o icmaya ki, Allahın lənət olsun. Ki, yəxrucu anhu Ali ibn Əbi Talib. Ki, İbn Əbi Talib orada yoxdur. Və mən Həzrəti minəs sahabə. Yəni, Əli olmayan yerdə hansı icmadan danışırsınız siz? 6 ay Əli ən azı ki, eləməyib. Ən azı sizin mənbələrdə ki, bizim mənbələr başqa söz deyir. Hər halda sizin mənbələr əsasən 6 ay beyət eləməyib. Bəziləri deyirlər, utanmaz Azərbaycanda olan vahabilər beyət elədi. Həmən vaxt elə beyət elədi. Hətta ikinci dəfə də beyət elədi. Hər halda. Deyir ki, kimlər idi bu beyəti? Təkcə Həzrət Əli idi. Beyətdən boyun qaçırdı. Deyir, yox. Baxın, İzzüddin İbn Əsir, Əsədul Qabə fi Ma'rifətis Sahabə ən mötəbər kitablardan biridir. Gəlib deyir ki, və təxəlləfə ən beyətihi. Əbu Bəkirin beyətindən boyun qaçırdı. Kim? Aliyun, Əli, Bənu Haşim, Bəni Haşim və Zübeyir ibn Əvam, Zübeyir hətta, Xalid ibn Səid ibn As, Səid ibn Ubadə, bunlar hamısı böyükdür, Ənsari. Sonra bunlar hamısı bayəu bə'də mavti Fatimətə. Hamısı ya Fatimənin vəfatından sonra, şəhadəti, vəfat deyir də bu, vəfatından sonra beyət elədilər. Məgər Səid ibn Ubadə ki, beyət eləmədi. Düz?
Bu kimin sözüdür? Deyir ki, və kanət bey'atuhum ba'də sittətu əşhur aləl qavli səhih nəzərə əsasən bu şəxslər, yəni Əli, Bəni Haşim, Zübeyir ibn Əvam, Xalid filan, bunlar 6 aydan sonra beyət elədilər. Hansı icmadan danışsan sən? Axı onlar deyirlər ki, səqifədə icma var idi. Budur icma. Təkcə bu deyil. Davam edək yenə də. Bu kitab görürsünüz Əl-Muxtasar fi Əxbaril Bəşərdir. Əbülfədanın kitabıdır, böyük tarixçidir və həqiqətən sevilən şəxslərdəndir. Orada gəlib bu məsələyə toxunur, elə birinci cilddədir, əvvəlindədir kitabın. Gəlir deyir ki, əlbəttə kimlər boyun qaçırdı onlara toxunur. Cəmab min Bəni Haşim, Zübeyir deyir ki, fil əşr əfsəd beyət elədilər ona. Xəla cəmaətin bir qrup insanlardan başqa kim idi? Bəni Haşim, Zübeyir, Ətəbə ibn Ləhəb, Xalid ibn Səid ibn Az, Miqdad ibn Salman Farsi, Əbizər, Əmmar ibn Yasir, bunlar Übey ibn Kəb ki, bu məşhurdur özdə. Bunlar nə edilər? Malu Məali ibn Əbi Talibin yanında idilər. Çox gözəl. Və hətta Ətəbədən bir dənə söz gətirir ki, deyir, mən elə düşünmürdüm ki, İmam Əlidən ayrılacaq bu xilafət. Çox gözəl. Burada bir maraqlı bir sözə toxunur. Deyir ki, Əbu Bəkir bə'əsə Ömər ibn Xattab ilə Aliyin. Əlinin yanına göndərdi. Və mən ma'ahu. Və Əlinin yanında olanlar ki, bunlar hamısı Əlinin yanında idilər. Liyuxricəhum min beyti Fatimətə. Fatimənin evindən onu çıxartsınlar. Və qalə. Dedi ki, İnnə əbəv aleykə fəqatilhum. İn əbəv aleykə fəqatilhum. Əbu Bəkir dedi ki, əgər onlar sənə qarşı çıxsalar, onlardan vuruş. Ömər gəldi, fəəqbəl Öməri bir şeyin min nar. Əlində atəşlə. Onlar ki, deyirlər, qapını yandırmayıb, baxın. Əla ən yəzriməd dar ki, qapını yandırsın. Qapıyı açsın. Həzrət Fatimə Zəhra çıxdı və qalət, İlə əynə yəbnəl Xəttab. Ey Xəttabın oğlu, hara gedirsən? Əcitə li tuhriqə darəna. Gəlibsən bizim qapımızı yandırasan. Dedi, bəli. Qalə, nəam. Və əv tədxulə fīmə dəxələ fihil ümmə. Ya da ki, gəlib bunlar beyət edir. Daha burada ardın gətirmir. Şey olsun. Burada da özü də işarə edir. İndi bu digər mənbəyə də Əl-Kamilu fit tarix kitabında İzziddin İbn Əsir ən məşhur tarix kitabında bildirişdə gəlib deyir ki, bəziləri beyət eləmədilər. Əlbəttə mən o Həzrət Fatimə Zəhra məsələsini keçirəm ha. Qapıya hücum eləmək, atəş gətirmək, Həzrət Peyğəmbərin qızının evinə, cənnət xanımının evinə atəşlə gəlib. İşimiz yoxdur. Özləri qəzavət eləsinlər. Deyir ki, Ənsar və bəzi ənsar deyirdilər ki, la nübayi'a illa Aliyyən. Biz ancaq Əliyə beyət eləyəcəyik. Qalə və təxəlləfə Ali. Əli beyət eləmədi. Bəni Haşim beyət eləmədi. Zübeyir beyət eləmədi. Təlhə beyət eləmədi. Bunlar beyət eləmədi. Zübeyir dedi ki, mən qılıncımı qoymayacağım yerə ta Əliyə beyət olunsun. Ömər dedi ki, onun qılıncını alın və ona daş vurun. Hər hal. Bəzilər deyirlər ki, Əli gətirildi, Əlini də gətirdilər, beyət elədilər. Amma deyir ki, Əl-Kamil fil baxın bu kitab İzziddin İbn Əsir böyük tarix alimidir. 2-ci cild səhifə 187-də. Gəlib deyir ki, və səhih o ki səhihdir. Ənnə Əmirəl Möminin, yəni İmam Əli əleyhissalam ma bayi'a illa ba'də sittəti əşhur. Yalnız 6 aydan sonra beyət elədi. Ondan əvvəl beyət eləməyib. Yəni yenə də deyirik, budurmu icma? Budurmu icma? Hətta İbn Teymiyyə özü də etiraf edir ki, Ənsar və bir çox tayfalar Əliyə beyət eləmək istəyirdilər. Əgər Əbu Bəkir üstün idisə, bütün səhabələr bunu bilirdisə, Həzrət Peyğəmbər Siddiq adlandırmışdısa, nə üçün Əlinin sorağına gəlirdilər? Maraqlıdır ya bu. Və bayə'əl muslimun Əbu Bəkir. İbn Teymiyyə deyir bunu Minhacü's Sünnət Nəbəvidə 7-ci cild səhifə 49-da. Deyir, müsəlmanlar Əbu Bəkirdən beyət elədilər. Və kana əksəru Bəni Əbdimənaf, Əbdimənaf övladlarının çoxu, Bəni Uməyyədən, Bəni Haşimdən və başqalarına ləhum meylun qaviyyun ilə Ali ibn Əbi Talib ki, yaxtarun vilayət. İstəyirlər onun vilayətini seçələr. Bu necə icmadır ki, bunlar istəmirdilər Əbu Bəkiri seçələr. Və bunlar Əli əleyhissalamın yanındaydılar. Niyə? Çünki həmin məsələ bunlar özləri də təəccüb edirdilər ki, necə oldu? Həzrət Peyğəmbər təyin eləmişdi bu məsələni, yəni toxunmuşdu. Və həmçinin bir məsələyə işarə edeyim. Bunlar deyirlər ki, icma olub.
2 dənə burada şey toxunacağam, 2-3 dənə tamam bəhsimiz bitir. Bunlar deyirlər ki, icma olur. Deyirik ki, yaxşı. Gəlin Ömərin öz sözünə baxaq. Ömər deyir ki, mən qorxurdum ki, Əbu Bəkirin əlindən bu xəlifəlik çıxa. Ta ki, Əbu Mixnəf qəbiləsini gördüm ki, Mədinəyə daxil oldular. Fəkanə Ömər yəqul ma huwa illa rəeytu əsləm fəəyqəntu bin nəsə. Bildim ki, qələbə bizimlədir. Baxın, qələbə hesab eləyir bunu. Əbu Bəkirin seçilməsini qələbə ilk beyət edəndə elə Ömər oldu. Başqalarının da məcbur da bu Əbu Mixnəf deyək ki, çöldə yaşayan idilər də, o badi deyirlər də, o çöl ərəblərindən idilər, vəhşi idilər filan. Onların köməyi ilə getdi, qılıncdan gəlmişlər də, onlar yəni şey idilər və beyəti aldı. Bunu kim deyir? Bunu Təbəri deyir öz tarixində 3-cü cild səhifə 222-də. Və digərləri də baxın, bir məsələyə toxun burada, tamam. Çünki bu heyifdir, qalmasın. Vaxtımızda da qalıb 5 dəqiqə vaxtımız. 5 dəqiqə çox gözəl. Bəziləri burada sual eləyə bilər ki, necə ola bilər? Əgər siz iddia edirsiniz, əlbəttə sonra bəhs eləyəcəyik bunu. Siz iddia edirsiniz ki, iddianız budursa, Əli xəlifə olmalı idi. Bəs niyə sahabələr bunu qəbul etmədilər? Əvvəla biz dedik ki, nə qədər sahabə var idi ki, Əlinin tərəfində idi. Ki, nümunələrini də dedik. Bu bir, Zübeyir, Təlhə və digərlər, İbn Abbasın özü. Digər tərəfdən bir də 2 dənə nümunə gətiririk. Bu nümunə göstərir ki, hətta Həzrəti Peyğəmbərin zamanında səhabələr, hətta iddia edilir, çoxu Həzrəti Peyğəmbərin sözünün əksinə gedirdilər. Bu mümkündürmü? Bəli. Özdə Həzrəti Peyğəmbərin o be'sətinin ilk vaxtlarında deyil, hicrətin 8-ci ilində, 7-ci, 8-ci ilində. Yəni Həzrəti Peyğəmbər artıq neçə ildir bunlardandır. 20 ilə yaxındır bunlardandır. Bir dənə hədis oxuyuram mən. Bunu İbn Teymiyyə də gətirib, Səhih Müslimdədir hədisin orijinal forması. Deyir ki, o sülh ki oldu, Hudeybiyyə sülhündə. Həzrəti Peyğəmbər buyurdu ki, artıq Məkkəyə daxil olmadılar da, qayıtdılar geri. Dedi ki, inhəru, gedin, siz qurbanlığınızı kəsin, da Məkkəyə daxil olmaqda, elə burada kəsin, vəhli qurusakum, və başınızı da qırxında, yəni keçəl eləyin. Deyir ki, fələm yəqum əhədun. Heç kəs ayağa durmadı. Fədəxələ mubğəzən alə Ümmü Sələmə. Qəzəbli halda Həzrəti Peyğəmbər Ümmü Sələmənin yanına gəldi. Dedi ki, Ümmü Sələmə dedi ki, ma əğzəbəks, nə qəzəbləndirdi səni? Dedi, mali, nə olub ki, la əğzəb, niyə qəzəblənməyim ki mən? Və ənə amiru bil əmr fəla yuta. Mən əmr edirəm, bunlar itaat eləmir. Həzrəti Peyğəmbərə itaat eləmirdilər. Bunu kim deyir? İbn Teymiyyə deyir 4-cü səhifə 301. Bu harda gəlib? Bu hədis Səhih Müslimdə gəlib. Bəziləri deyə bilər mötəbər deyil. Fədəxələ aləyyə, xanım deyir ki, mənim yanıma daxil oldu əsəbli halda və dedim ki, mə əğzəbəkən narahat eləyib, həmən sözü dedi ki, mən onları əmr eləyirəm, fəizahum yətərəddədun, onlar tərəddüd eləyirlər. Yəni qəbul eləmirlər. Bəs Peyğəmbərə qarşı çıxan sahabə təbii ki, bəli, Həzrət Əlidən sonra qarşı çıxacaq. Hətta bir məsələdə bu sözü deyirəm, utanır. Baxın, adam bunu oxuyanda az qalır girsin yerin içinə ki, Həzrət Peyğəmbər həqiqətən nələr çəkirmiş bəzilərin əlindən. Gedib araşdırsınlar, özdə bu sözü deyən kim olub? Çox olub, əsas deyən kim olub? Bu harda gəlib? Yenə Müslimdə gəlib. Həzrət Peyğəmbər buyurdu Zilhiccədə 4-cü günündə. Dedi ki, siz artıq əməlləri elədiniz. O var da, Ərəfə gününə qədər gedin, halaldır da sizə, ehramdan çıxın və əsibun nisa, xanımlarınızın yanına da gedə bilərsiniz. Yəni ki, problemi yoxdur da, icazət, axı, ehramda olmaz axı, amma olar. Baxın, görün nə deyir. Fəqulna, onlar deyir ki, Cabir deyir ki, biz sahabələr dedik ki, ləmma ləm yəkun beynəna və beynə Ərəfə illə xams. Ərəfiyə ki, 5 gün qalıb. Əmərəna, Həzrət Peyğəmbər bizə əmr edir ki, ən-nufsiyə ilə nisaina fənətiyə ərfətə təqturu məzakiruna əl-mənib. Bunu mən necə tərcümə edeyim? Həqiqətən adam utanır bunu tərcümə elə. Gedək biz xanımlarımızın yanına və onlardan yaxınlıq eləyər və oramızdan su axa-axa biz gələk ehram bağlayaq yenidən Ərəfiyə. Bunu kimə deyirlər? Adını da deyirlər, məzakiruna əl-mənib. Məzakirin mənası
kişinin öyrətinə deyərlər. Məni də ki bilirik də nədir. Bəli. Təsəvvür edirsiniz, Həzrəti Peyğəmbərin yanında bu sözü deyirlər. Həzrəti Peyğəmbər necə narahat olar? Bu, yəni Həzrəti Peyğəmbərə itaat eləmirlər bu məsələdə. Bəli. Biz deyirik ki, sahabələrin içində gözəlləri həqiqətən çox idi, az deyil idi. Şəhid oldular Xeybərdə, Uhudda, Bədirdə, amma içlərində belə çizikilər də var idi. Və hətta bəzən görürük ki, çoxu bəzən azırdı. Çoxu bəzən azırdı və təbiidir ki, İmam Əli əleyhissalam vilayətini də qəbul etməsinlər. Təşəkkür edirəm ustad. Allah razı olsun sizdən. Amin. Bəli, əzizlər, verilişimizin sonuna çatdıq. Həqiqətən ustadın dedikləri barəsində düşünək. Necə ki, Peyğəmbərimiz buyurub ki, Həzrəti Zəhra mənim bədənimin bir parçasıdır və digər bir yerdə buyurur ki, Həzrəti Zəhranı incidən məni incidib, məni incidən Allahı incidib, Allahı incidən ki, artıq məlumdur. Bəli, əzizlər, düşünək, araşdıraq. Allahın amanında qalın, görüşmək ümidi ilə.